Deməli, t-test. T-testdə lazım olan düstur bu ikisidir bizdə. Biz hər suala başlayan, t-test sualına başlayanda bunu yazmalıyıq. Yəni, bu düstur deyil əslində. Sadəcə yazılır ki, kənarda qalması yaxşıdır. Müəllim 1 bal əlavə verər buna görə. Bizə lazım olan bizim t hesabatımızın, yəni bunun t kritikdən çox olmasıdır. T kritik də nədir? T kritik budur. Deməli, t kritikin tapılması. T kritiki yazın burada. Kritik. F testdə olan bir şey var idi. Yəqin ki, F testə baxıbsınızsa bilirsiniz. K çıxılsın N. Burada da eyni şeydir. K çıxılsın N-ə baxasıyıq. Harda baxasıyıq? Burada bizə bu alfanı verəsidir. Bu alfada baxasıyıq. Budur. T kritikdə baxacağımız şey. O da buradadır. Məsələn, burada neçəyə baxasıyıq? T kritik alfamız 26-dır. 26 çıxılsın 3-dür. 26 çıxılsın 3 bərabərdir 23. Alfamızda 0,5'dir. 0,5 5%'dir. Buna baxırıq. 5%-də 26-ya baxırıq. 26 neçəydi unutdum. 23. 23-ə baxırıq 5%-də 2,6. Belə deyim. 2,6. Belə olur. T kritikimizi tapdıq ucu. 7 yazım. Okay. Bu ucu t kritikdir. İndi t hesabı tapaq. T hesabı tapmaq üçün də düsturumuz var. Bu standart error, yəni standart səhvdir. Düstur belədir burada. İndi burada beta yazır. Bu ingilis dilində biz ingilis dilində belə işlənirdi. Bizdə amma müəllim alfa ilə yazıb. Alfa ilə yox, a ilə, yəni a, i belə. Budur düstur və yaxud da bu da eyni şeydir zaten. A standart səhv də yaza bilərsiniz. SS. Eyni şeylərdir. Standart səhv verilir bizdə məcburən. AI də burada x2 dəyişəni deyirsə x2 budur. x2-nin əmsalı da 1,2-dir. 1,2 bölünsün. Olacaq 0,425. Yəni, sualda diqqət yetirməniz gerəkən şey budur. Burada hansı dəyişənə görə deyir? Çünki t-testin f-testindən fərqi nə idi? T-test bir-bir dəyişənlərin əhəmiyyətliyini ölçür. F-test isə ümumi modulun əhəmiyyətliyini ölçür. Ona görə də burada x2 dəyişən dediyi üçün bizə bunlar maraqlı deyil. Bizə yalnız bu x2 dəyişəninin əmsalı maraqlıdır. Və x2-nin yuxarı qoydum əmsalını, aşağıda standart səhvi yazdım. Bu neçə verir bizə? Baxın, neçə idi? 1,2 0,425 bərabərdir 2,8. 2,8. Oy. Bir dənəsində yazaq 2,82. Gördüyünüz kimi t h böyükdür t kritikdən. Bu çünki t h-dır. Bu da t kritikdir. T kritikdən böyükdür. Bu nə deməkdir? T kritikdən böyük olanda nə yazırıq? Yazırıq ki, burada gördüyünüz şey, yəni bir dəqiqə, duplikatını çıxardım. Bunu yazırıq yanına. Sadəcə bizim cavab olaraq yazmağımız gerəkən şey budur. Bunu tapırıq. T kritiki tapdıq. T hesabı tapdıq. T hesabat böyükdür T kritikdən və H0 rədd olunur yazırıq. Yəni H0 sayılmır yazırıq. Əlavə olaraq da bir dənə də bir əlavə bal almaq üçün də bunu yaza bilərsiniz ki, x-ı bir vahid artırdıqda, x-ı bir vahid artırdıqda əmsal neçədir? 1,2. Əgər x burada bir vahid artsa nə olacaq? Y də 1,2 vahid artacaq. Yazırıq ki, x-ı bir vahid artıranda y 1,2 vahid artacaq. Bu artmasının səbəbi də qabağında plus olması. Çıx olsa, yəni çıx olmur zaten, plus olur. Çıx olsa azalacaq olacaq, amma mümkün deyil burada. Hamısı plus olacaq məcburən. Belə, t-test əslində rahat imiş, amma bilmirəm, yəni belə mi düşəcək? Belə düşsə baxmamız gerəkən, eləməmiz gerəkən şeylər budur. Burada biraz düstur, amma əslində burada bir düsturdur. Bu da düstur deyil əslində, sadəcə bu əmsalı bölürük standart səhvə. Yəni ikisi də bizdə olan bir şeydir. Nəsə tapmağımıza ehtiyac yoxdur. T-testlər kimi deyil. Və burada əslində əzbərləməmiz gerəkən şey bir budur. Bir budur. Yəni bunu yazmağı unutmamalıyıq. Burada adətən yəni
F-testdəki kimidir. Çox vaxt tapdığımız kritikdən böyük olur. Olanda bunu yazırıq. Olmayan versiyasında da böyük ehtimal H1 rədd olunur yazasıyıq. Buna deyərəm sizə dəqiq. Olmayan versiyası heç qabağıma çıxmayıb. DF çıxılsın NK-nı. DF da nədir? Yəni NK bildiyimiz şeydir. F-testdə olan şeydir. 26-dan çıxırıq 3-ü. Bundan da F kritiki tapırıq. Bu qədər. Yox, burada K çıxır. N yazmışam, bu səhvdir. N çıx K. Yəni burada tapdığımızla alfanı baxırıq burada. Və yuxarıdakına baxırıq. Bunu unutmayın, çünki yuxarıdakı faizlərin yarıya bölünmüşüdür. Əslində bunun düsturu kimi belə yazılır. Alfa bölünsün 2, N çıx K. Amma buna ehtiyac yoxdur. Yəni ha alfa bölünsün 2, ha alfa. Onsuz da eynidir. Məsələn, burada 0,5-dir. Mən 5%-ə baxacağam. Alfa bölünsün 2 olanda 2,5%-ə baxacağam. Yəni eyni sütuna baxıram onsuz da. Yəni bunun çox mənası yoxdur. Alfa ilə alfa eynidir. İki tərəfli olduğu üçün belə yazırlar. Alfa 2. Amma ehtiyac yoxdur. Bunu yazsaq da bəs. Okeydir. Yəni t-test əslində daha rahat imiş.